Salam, hər vaxtınız xeyir olsun. Bugün mart ayının 14-ü, saatlarımız 12:00 göstərir. TNS TV-də xəbər saatıdır. Sizinlə mənəm Hürü Əliyeva. Yaxın bir saat ərzində dünyada və Azərbaycanda baş verən xəbərlərdən sizi mən xəbərdar edəcəm. Keçid alaq xəbərlərə. Azərbaycan Xarici İşlər Nazirliyi Efiopiyaya başsağlığı verib. Bu barədə Xarici İşlər Nazirliyinin sosial media hesablarında paylaşım edilib. Efiopiyada baş verən dağıdıcı torpaq sürüşmələri və daşqınları nəticəsində baş verən faciəvi insan itkisi və çoxsaylı xəsarətlərdən dərin kədər hissi keçiririk. Yaxınlarını itirənlərin ailələrinə, Efiopiya hökumətinə və xalqına dərin hüzünlə başsağlığı verir. Bu fəlakətdən zərər çəkən insanlarla həmrəy olduğumuzu bildiririk. Yaralılara tez və tez sağlamlıqlarını arzuluyuruq, deyə paylaşımda qeyd edilib. Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb. 17 martda keçiriləcək iclasın gündəliyinə 9 məsələ daxil edilib. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə böyük qayıdış davam etdirilir. Xocavənd rayonu Xanoba kəndinə ilk köç karvanı yola salınıb. Köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Texniki problem yarandı, ona görə də qısa bir fasilə verdik. Yaranan texniki problemə görə üzr istəyirik, qaldığımız yerdən davam edirik. Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf strategiyasında Bakıdakı universitetlərin köçürülməsi və bölgələrdə yeni universitetlərin açılması məsələsi əksini tapacaq. Bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyət haqqında hesabatında əksini tapıb. İqtisadçı Natiq Dəfərli açıqlamasında bildirib ki, hələ 2011-2012-ci illərdə də bu barədə ilk təkliflərlə çıxışlar edib və hazırda bunun üçün daha əlverişli bir fürsət yaranıb. Natiq Cəfərlinin fikrincə, işğaldan azad olunmuş bölgələrə universitetlərin köçürülməsi mümkündür. Onun sözlərinə görə universitet şəhərlərinin yaradılması ideyası da reallaşa bilər. Məsələn, Xankəndi və Ağdam kampuslarla birlikdə universitet şəhərinə çevrilə bilər. Bu, Azərbaycan üçün çox yaxşı imkan yaradır. Lakin bu məsələ ilə bağlı müzakirələr aparılsa da, təəssüf ki, hələlik real qərarlar qəbul olunmayıb.
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində ilk dəfə olaraq Liderlər Sammiti təşkil olunacaq. Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının milli koordinatoru Anar Quliyev, 13-cü Qlobal Bakı Forumu çərçivəsində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına həsr olunmuş brifinqdə deyib. Onun sözlərinə görə forum sürətli urbanizasiya dövründə keçirilir və 2050-ci ilə qədər dünya əhalisinin təxminən 70%-nin şəhərlərdə yaşayacağı proqnozlaşdırılır. Anar Quliyev əlavə edib ki, artıq 169 ölkədən təxminən 15 min iştirakçı forumda qeydiyyatdan keçib və Bakı qlobal şəhərsalma dialoqu üçün mühüm platformaya çevriləcək. Azad edilən ərazilərdə 90 min hektarlıq milli park yaradılır. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin və Təbii Sərvətlərin İdarə Edilməsi şöbəsinin baş məsləhətçisi Murad Şahverdiyev Ekoloji Məsələlər üzrə İşçi qrupunun Zəngilanda keçirilən iclasında deyib. O bildirib ki, azad edilən ərazilərdə hidrometeoroloji qurğuların bərpası üçün çaylar üzərində müxtəlif stansiyalar quraşdırılır. Həmçinin azad edilən ərazilərdə mina probleminə görə meşə sahəsinin inventarlaşmasında çətinlik yaranır. Türkiyə təcrübəsindən istifadə edilərək peyk vasitəsilə meşə sahəsinin inventarlaşdırılması həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə xüsusi ekoloji əhəmiyyət daşıyan təbiət komplekslərinin mühafizəsi məqsədi ilə yeni milli parkın yaradılması istiqamətində zəruri işlər aparılır. Bununla əlaqədar Kəlbəcər, Laçın, Ağdərə və Xocalı rayonlarının ərazilərini əhatə etməklə 90 min hektar sahədə yaradılması təklif olunan yeni milli parkın xəritə sxemi də hazırlanıb. Aidiyyatı dövlət qurumları ilə razılaşdırılıb. Hazırda bu istiqamətdə müvafiq sənədləşdirmə işləri aparılır. Səbail rayonunda 203 nömrəli tam orta məktəbdə bıçaqlanma hadisəsi baş verib. Həmin məktəbdə təhsil alan 2-9-cu sinif şagirdi arasında təhsil ocağının yeməkxanasında mübahisə yaranıb. Mübahisə zamanı şagirdlərdən biri digər həmyaşıdına bıçaqla xəsarət yetirib. Yaralanan şagird aldığı xəsarətlərdən xəstəxanaya çatdırılıb. Ayrı-ayrı siniflərin şagirdləri idilər. Sözləri çəp gəldi. Aralarında mübahisə yarandı. Hadisə övladımın gözünün qarşısında baş verib. Uşaq çox qorxub deyə valideynlərdən biri açıqlama verib. Məsələ ilə bağlı Bakı şəhər üzrə təhsil idarəsindən bildirilib ki, Bakı şəhəri 203 nömrəli tam orta məktəbdə tənəffüs zamanı 9-cu sinif şagirdlərindən biri digərinə xəsarət yetirib. Xəsarət alan şagirdə dərhal tibbi yardım göstərilib. Təcili tibbi yardımın və şagirdlərin valideynlərinə məlumat verilib. Fakt aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb və araşdırmalara başlanılıb. Təbibdən isə bildirilib ki, yaralı məktəbli kliniki tibbi mərkəzə hospitalizasiya olunub. Pasiyentə sol bud nahiyəsinin kəsilmiş, deşilmiş yarası diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib. Onun vəziyyəti qənaət bəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. Qubada istirahət zamanı adrenalin yaşamaq istəyən paytaxt sakini bədbəxt hadisə nəticəsində həlak olub. Hadisə rayonun Qımılqazma kənd ərazisində kvadrosiklların sürüldüyü sahədə baş verib. Belə ki, Bakı şəhər sakini 27 yaşlı Elçin Yusifoğlu Yusifov kvadrosiklı idarə edərkən ehtiyatsızlıq edib və nəqliyyat vasitəsi daş hasara çırpılıb. Zərbənin şiddətindən ağır xəsarətlər alan gənc hadisə yerində dünyasını dəyişib. Hazırda faktla bağlı araşdırmalar aparılır. Məlum məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsi vətəndaşlara xəbərdarlıq edib. Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşı Elvin Hacıyev eşidək. Son illər kvadrosikl nəqliyyat vasitələrindən istifadə halları artmaqdadır. Xüsusilə istirahət zonalarında, kənd və dağ yollarında bu tip nəqliyyat vasitələrinin idarə olunması geniş yayılıb. Lakin təhlükəsizlik qaydalarına əməl olunmadıqda kvadrosiklların iştirakı ilə baş verən qəzalar ağır nəticələrə səbəb ola bilər.
Baş Dövlət Yol Polis İdarəsi kvadrosikl idarə edən şəxslərə müraciət edərək vacib məqamları bir daha xatırladırıq. Kvadrosikl idarə edərkən mütləq qoruyucu təbliğədən istifadə olunmalıdır. İdarə edən şəxsin dizlik, dirsəklik və qoruyucu geyimlərdən istifadə etməsi xəsarət riskini əhəmiyyətli dərəcədə azaldır. Nəqliyyat vasitəsi yüksək sürətlə və riskli manevrlarla idarə olunmamalıdır. Kvadrosikl yalnız idarə etmə bacarığı olan və yetkin şəxslər tərəfindən idarə edilməlidir. Sərxoş vəziyyətdə və ya diqqəti yayındıran hallarda kvadrosikl idarə etmək qəti yol verilməzdir. Qayalı, maili və ya qeyri-stabil səthlərdə hərəkət edərkən xüsusi ehtiyatlı olmaq lazımdır. Unutmaq olmaz ki, kvadrosikl sürərkən təhlükəsizlik qaydalarına əməl olunmaması nəinki sürücünün, həm də ətrafdakı insanların həyatı üçün ciddi təhlükə yaradır. Baş Dövlət Yol Polis İdarəsi kvadrosikl istifadəçilərini məsuliyyətli olmağa, təhlükəsizlik vasitələrindən istifadə etməyə və təhlükəli manevrlardan çəkinməyə çağırırıq. Bu qaydalara riayət edilməsi kvadrosiklların iştirakı ilə baş verəcək yol nəqliyyat hadisələrinin qarşısının alınmasına mühüm töhfə verəcəkdir. Davam edirik. Bakı şəhəri Binəqədi rayonu Cəfər Xəndan küçəsi 145 ünvanında yerləşən yaşayış binasında baş verən yanğın söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar FHİ-nin Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub. 9 mərtəbəli yaşayış binasında mənzildə baş vermiş yanğının genişlənməsinə, o cümlədən digər mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 50 kvadrat metr olan 2 otaqlı mənzilin yanar konstruksiyaları yanıb. Digər mənzillər yanğından mühafizə olunub. Hadisə zamanı ölən və xəsarət alan olmayıb. Azərbaycanda 2025-ci ildə hər gün orta hesabla 53, ümumilikdə 19,5 min, o cümlədən Bakıda 5,6 min, işğaldan azad olunmuş ərazilərdə 499 yanğın hadisəsi qeydə alınıb. Bununla bağlı Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatında qeyd edilib. Hesabata əsasən ümumilikdə yanğınların söndürülməsi zamanı 82 dövlət obyekti, 391 özəl obyekt, 351 çoxmənzilli bina, 534 fərdi ev, 471 yardımcı tikili, 612 ədəd müxtəlif təyinatlı texnika mühafizə olunub. 53 nəfərin həyatı real təhlükədən xilas edilib. Baş verən yanğınların söndürülməsi zamanı insan həyatı üçün təhlükə faktorları nəzərə alınaraq 768 nəfər təhlükəsiz əraziyə təxliyə edilib. Fövqəladə halların və bədbəxt hadisələrin nəticələrinin aradan qaldırılması zamanı 309-u azyaşlı olmaqla 1093 nəfər zərər çəkmiş xilas edilib. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı və Sumqayıt şəhərlərində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar edilib. Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatında qeyd edilib. Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri, Xətai rayonu Zığ şosesi, Xəzər rayonu Zirə qəsəbəsi, Nəsimi rayonu Sarabski, Qurbanov və Salayev küçələrinin əhatə etdiyi ərazidə və Sumqayıt şəhəri 20-ci məhəllədə ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 73.320 manat məbləğində ziyan dəyib. Ötən il Azərbaycanda müavinət alan keçmiş məcburi köçkünlərin sayı 21,1 min nəfər azalıb. Bu, Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatında əks olunub. Hesabata əsasən 2025-ci il ərzində azad olunmuş ərazilərə köçürülmüş sakinlər də daxil olmaqla cəmi 4370 məcburi köçkün ailəsi mənzillə təmin edilib. Keçmiş qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədi ilə 2025-ci ilin dövlət büdcəsindən 301,3 milyon manat vəsait yönəldilib. Hesabat dövrünün sonuna vahid aylıq müavinət alan keçmiş məcburi köçkünlərin sayı isə 387,3 min nəfər təşkil edib. İl ərzində məcburi köçkünlərin siyahılarında mütəmadi olaraq aparılmış dürüstləşmələr nəticəsində müavinət alanların sayı 21,1 min nəfər
azalıb. Hesabata görə Azərbaycanda ictimai və inzibati binalarda məskunlaşmış məcburi köçkünlər tərəfindən istifadə edilən içməli su, təbii qaz və elektrik enerjisi sərfiyyatına, eləcə də çirkab suların axıdılması və məişət tullantılarının daşınmasına görə il ərzində dövlət büdcəsindən ümumilikdə 18 milyon 300 manat vəsait kommunal xidmət təşkilatlarının hesabına köçürülüb. Ötən il 1287 İİV infeksiyası ilə yaşayan şəxs Respublika Qisçlə Mübarizə Mərkəzinin Qisçlə Mübarizə Mərkəzində yeni qeydiyyata alınıb. Bununla bağlı Nazirlər Kabinetinin 2025-ci il hesabatında qeyd edilib. Ümumilikdə ölkədə 11.900 nəfər Qisçlə Mübarizə Mərkəzində rəsmi qeydiyyatdadır. Azərbaycanda keçən il ərzində 10 sporadikli qızılca hadisəsi qeydə alınıb. Bu, Nazirlər Kabinetinin 2025-ci il hesabatında əks olunub. Hesabatda həmçinin bildirilib ki, ölkədə vaksinlərlə idarə olunan xəstəliklərdən poliomielitit, difteriya, epidemik paratotit, göğüs kürək, məxmərək kimi xəstəliklər qeydə alınmayıb. Gəncədə antiq əşyalar oğurlayan şəxslər saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib. Bildirilib ki, 2 fərdi yaşayış evindən ümumi dəyəri 7750 manat olan müxtəlif növ məişət əşyaları və 1000 manat oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Xəyal Kazımzadə saxlanılıb. Polis əməkdaşlarının keçirdikləri digər tədbirlər nəticəsində şəhər ərazisində avtomobillərdən, eləcə də obyektlərdən mobil telefon və pul oğurlayan keçmiş məhkum Naib Əliyev də saxlanılıb. Araşdırmalarla Naib Əliyevin ümumilikdə 15-ə yaxın mağaza və avtomobildən oğurluq etdiyi müəyyən edilib. Həmçinin saxlanılan şəxsdən psixotrop maddə olan metamfetamin də aşkarlanıb. Keçirilən növbəti tədbir zamanı evlərin birindən ümumi dəyəri 3000 manat olan müxtəlif növ məişət əşyalarını oğurlamaqda şübhəli bilinən Adil Məmmədov da saxlanılaraq istintaqa təhvil verilib. Faktlarla bağlı cinayət işləri başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxslərin hər biri barəsində həbs qəti imkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir. Abşeron rayonunda həyat yoldaşını çarpayıya zəncirləyən 46 yaşlı şərti adı Bədrəddin Məmmədov məhkəmə prosesində başa çatıb. Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsində əməlini qısqanclıq zəminində törətdiyini etiraf edib. O bildirib ki, evə quraşdırdığı kameralara mobil telefon vasitəsilə baxarkən həyat yoldaşının telefonda qrup şəklində görüntülü danışdığını görüb. Bundan qəzəblənən Bədrəddin Məmmədov mağazadan dəmir zəncir və 2 ədəd qıfıl alaraq evə gəlib və arvadını cəzalandırmaq qərar verib. Qadın tanımadığı şəxslərlə sadəcə proqram vasitəsilə söhbət etdiyini desə də, Bədrəddin fikrindən daşınmayaraq onu çarpayıya zəncirləyib. Həyat yoldaşını 5 saat boyunca qanunsuz olaraq azadlıqdan məhrum edən şəxs bu müddət ərzində ona cəmi 2 dəfə ayaq yoluna getməyə icazə verib. Ailə yaxınlarının Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verməsindən sonra hadisə yerinə polis əməkdaşları gəlib və qadın zəncirdən azad edilib. Faktla bağlı cinayət işi açılıb. Zərər çəkmiş qadın məhkəmədə ərinin çox qısqanc olduğunu, onun evdən çıxmasına və kimləsə ünsiyyət qurmasına icazə vermədiyini təsdiqləsə də, şikayətçi olmadığını və həyat yoldaşı ilə barışdığını deyib. Məhkəmənin qərarına əsasən Konstitusiya və Suverenlik ili münasibəti ilə elan olunmuş amnistiya aktı təqsirləndirilən şəxsə tətbiq edilib. Beləliklə, onun barəsində Cinayət Məcəlləsinin 145.1-ci maddəsi ilə aparılan cinayət təqibinə və işin icraatına xitam verilib. Bakının Xəzər rayonunda qudalar arasında yaranan mübahisə dava ilə nəticələnib. Goranboy rayon sakini 49 yaşlı Namiq Bağırov oğlunun nişanlısının anası Tamaradan 1000 manat məbləğində borc alıb. Daha sonra borcun qaytarılması ilə bağlı aralarında narazılıq yaranıb. Onların mübahisəsi dava dalaşla bitib. Bağırovun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə ittiham elan edilib. Bağırov
Rayonov izahatında bildirib ki, sonuncu dəfə təxminən 5 ay əvvəl Tamaranın evində olub. Tamaradan pulu oğlum Sərxan faizlə götürüb. Həmin pul faizlə də geri qaytarılıb. Bu hadisələrdən sonra məlumatım yoxdur. Sərxan ilə Tamaranın qızı nişanlı olublar, lakin həmin nişan pozulub. Təqsirləndirilən şəxs deyib ki, Tamara ilə nə telefon danışığı, nə də görüşü olub. İş üzrə zərər çəkmiş Tamaranın sözlərinə görə Namiqin oğlu Sərxan onun qızı ilə nişanlı olub. Xəzər rayon məhkəməsinin qərarı ilə Namiq Bağırovun əməlində inzibati xətanın tərkibinin olmadığı müəyyən edilib. Onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata Cinayət Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən xitam verilib. Sabirabad rayonunda sosial şəbəkədə nalayiq ifadələr işlədən şəxs məsuliyyətə cəlb edilib. Rayon sakini 34 yaşlı Cəlil Süleymanov internet informasiya ehtiyatında sosial şəbəkədə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib. O, polis tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə ifadə verən Süleymanov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində özünə məxsus TikTok sosial şəbəkəsində nalayiq ifadələr işlətməsinin səbəbini belə izah edib. Sabirabad rayon məhkəməsinin qərarı ilə Süleymanov 10 gün müddətinə həbs edilib. SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qəti imkan tədbirinin müddəti uzadılıb. Bununla bağlı təqdimata Səbail rayon məhkəməsində baxılıb və qərar qəbul edilib. Qərara əsasən Adnan Əhmədzadə barəsində seçilmiş həbs qəti imkan tədbirinin müddəti daha 2 ayda uzadılıb. Sabirabad rayonunda kriminal aləmi təbliğ edən 2 nəfər məsuliyyətə cəlb edilib. 32 yaşlı Nicat Əhmədova İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə ittiham elan edilib. Əhmədov ifadəsində bildirib ki, Sabirabad rayonunun Surra kəndində yaşadığı evin qarşısında küçədə dayanarkən 2 nəfər polis əməkdaşı ona yaxınlaşıb. Özlərini təqdim edib, TikTok sosial şəbəkə hesabında kriminal aləmlə bağlı videolar paylaşdığını, kriminal aləmi təbliğ etdiyini bildiriblər. Profilaktik söhbət aparılması üçün onu polis şöbəsinə dəvət ediblər. O ifadəsinin sonunda polis əməkdaşlarına tabesizlikdə özünü təqsirli bilməyib. Lakin mübahisəyə görə əməlimdən peşmanam. İlk dəfədir ki, inzibati xəta törətmişəm. Himayəmdə 2 azyaşlı övladım var. Sabirabad rayon məhkəməsinin qərarı ilə Əhmədovun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilib. O, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib və 5 gün müddətinə inzibati qaydada həbs edilib. Bundan başqa Sabirabad rayon sakini 35 yaşlı Vüsal Nəcəfov da inzibati məsuliyyətə cəlb olunub. Məlum olub ki, o rayonun Rüstəmli kəndində ucadan nalayiq söyüşlər söyərək polisin qanuni tələbinə tabe olmayıb. Onun barəsində də İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə ittiham elan edilib. Nəcəfov ifadəsində göstərib ki, kənddə 2 polis əməkdaşı ona yaxınlaşıb və özlərini təqdim ediblər. Məhkəmənin qərarı ilə Nəcəfov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilib. O da həmçinin 5 gün müddətinə inzibati qaydada həbs olunub. Gəncədə 13 yaşlı qız çoxmərtəbəli binadan yıxılaraq ağır xəsarətlər alıb. Hadisə axşam saatlarında təxminən 10-da baş verib. Şəhərin Yeni Gəncə qəsəbəsində yerləşən 20 saylı binada olub. 9 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən mənzilin pəncərəsindən yıxılan qız
torpaq əraziyə düşərək müxtəlif bədən xəsarətləri alıb. O dərhal ailə üzvləri və qonşuların köməkliyi ilə şəhərdəki özəl tibb müəssisələrindən birinə aparılıb. Yeniyetmənin yerləşdirdiyi özəl xəstəxanadan bildirilib ki, pasiyent əməliyyat olunub, daxili qanaxma dayandırılıb. Ümumi vəziyyəti stabildir. Hazırda xəstənin huşu özündədir. Çoxsaylı sınıqlar isə sonraki mərhələdə müalicə olunacaq. Onun ehtiyatsızlıqdan yıxıldığı deyilir. Yaxın Şərqdə baş verən müharibə, hava yollarının bağlanması Dubaydan gətirilən telefonların da qiymətinə təsirsiz ötüşməyib. Hətta 35%-ə qədər bahalaşmanın olacağı deyilir. Bəs bu bahalaşma nə qədər vaxta qədər davam edəcək? İqtisadçı Xalid Kərimlini eşidək. Dubaydan Azərbaycana gətirilən elektrotexnika məhsullarının bahalaşması ola bilər, lakin bu qısa müddətli dövrə əhatə edəcək. Xüsusən də nəzərə alsaq ki, bu məhsulların gətirilmə xərci artma ehtimalı var, daşıma xərclərinin artma ehtimalı var, xüsusən də hava yolu nəqliyyatında ciddi problemlər var. Yükdaşıma xərclərinin artması qiymətlərə qısa müddətli təsir göstərə bilər. Amma bu təsir uzun müddətli olmayacaq və məbləğin 5-10% ətrafında ola bilər. Qiymətin 5-10% ətrafında ola bilər. Amma bu qeyd etdiyim kimi qısa müddətli müharibə ilə əlaqədar dəyər zəncirində logistika xərclərinin kəskin bahalaşması fonunda ola bilər. Amma təhlükəsiz uçuşlar ortaya çıxandan sonra və yaxud da uçuş məsafəsində qısalma olandan sonra bu artımların hamısı aradan qalxacaq. Davam edirik. Paytaxt sakini Günay Kərimli estetik əməliyyatdan sonra bədəninin deformasiyaya uğradığını bildirib. Şikayətçinin sözlərinə görə bir neçə il əvvəl plastik cərrah kimi fəaliyyət göstərən Səkinə Xudiyeva mamoplastika, abdominoplastika və qol gərmə əməliyyatları üçün ona müraciət edib. Pasiyent edilən əməliyyatların uğursuz nəticələndiyini və əməliyyatdan sonra ciddi fəsadların yarandığını iddia edib. Yaranan qüsurların aradan qaldırılması üçün həkim tərəfindən təkrar əməliyyat olundu. Həmin əməliyyatın nəticəsi də uğursuz oldu. Həkim 3-cü dəfə əməliyyat olunmağımı istəyəndə isə mən getmədim. İddialarda adı keçən həkim bildirib ki, əməliyyatdan sonraki dövrdə nəticə gözəl idi. Pasiyent həmin dövrdə qidalanmanı, pəhrizi pozurdu. Əgər çəki alacaqsansa, bu deformasiyalar olacaq. Hazırda pasiyent 10 kilodan artıq çəki alıb. Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirildi ki, Səkinə Xudaverdiyevanın ümumi cərrahiyyə üzrə ali tibbi təhsili var, lakin sertifikasiyadan keçməyib. Plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə, həkim mütəxəssislərin adı olmayan şəxslərin plastik cərrahiyyə prosesi ilə məşğul olması qanunvericiliyə zidd hesab olunur. Həmin həkimlə bağlı mərkəzə daxil olan son şikayət 2025-ci ildə qeydə alınıb. Onun çalışdığı klinikada plandan kənar yoxlama həyata keçirilib. Yoxlama zamanı Səkinə Xudaverdiyevanın otağının qapısı bağlı olub. Klinika rəhbərliyi tərəfindən onun həmin klinikada fəaliyyət göstərməsi ilə bağlı sənədlər təqdim edilməyib. Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq protokol tərtib edilib və aidiyyatı icraata göndərilib. Bəzi vəzifə sahiblərinin yeni iş yeri yaratmaq əvəzinə iş yerlərini məhdudlaşdırmaq, yaşına, təcrübəsinə, ailə vəziyyətinə baxmayaraq əsassız ixtisarlar edərək insanları işsiz qoymaq təşəbbüsləri narahatlıq yaradıb. Bunu Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rızayev parlamentin plenar iclasında deyib. Sədr müavini bildirib ki, bazarda bəzi kənd təsərrüfatı məhsullarının, xüsusilə də ətin bahalaşması əlavə tədbirlərin görülməsini zərurətə çevirir. Bu istiqamətdə hər bir nazirliyin, komitənin, agentliyin yardımcı təsərrüfatlarının yaradılması faydalı ola bilər. Hər bir müəssisə, təşkilat müəyyən ehtiyat torpaq sahəsi götürüb, orada kənd təsərrüfatı məhsulları yetişdirilməsinə imkan yaradarsa, bu həm bazarda qiymətlərin aşağı salınmasına, həm xeyli insanın işlə təmin edilməsinə, həm də həmin təşkilatlarda çalışan işçilərin ucuz kənd təsərrüfatı məhsulları ilə təmin olunmasına köməklik etmiş olar.
İpoteka kreditini vaxtından əvvəl bağlayan şəxslər məbləğin bir hissəsini geri ala bilərlər. Kredit rəsmiləşdirilərkən bağlanan həyat sığortası müqaviləsində müəyyən müddət üçün ödəniş nəzərdə tutulur. Əgər vətəndaş krediti həmin müddət bitməmiş tam bağlayarsa, istifadə olunmayan dövr üçün hesablanan sığorta məbləğinin bir hissəsi geri qaytarıla bilər. Bu məbləğ faiz kimi deyil. Əvvəlcədən ödənilmiş sığorta haqqının istifadə olunmayan hissəsi kimi hesablanır. Yəni, kredit bağlanarkən yalnız həmin günə qədər hesablanan faiz ödənilir. Qalan dövr üçün nəzərdə tutulmuş sığorta ödənişinin isə bir hissəsi geri qaytarıla bilər. Akord İnşaat Sənaye ASC-nin qiyabi olaraq 15 il həbs cəzası verilən keçmiş sahibi İlqar Hacıyevin milyonlarla manat qiyməti olan əmlakları müsadirə olunub. Qafqaz İnfoya istinadən dövlət nəfinə keçirilən həmin əmlakların siyahısı da təqdim edilib. Nərimanov rayonu Ağa Nemətullah küçəsində qeyri-yaşayış binası, Səbail rayonu Badamdar qəsəbəsində yerləşən böyük bağ evləri və mənzillər, Badamdar qəsəbəsində torpaq sahəsi, Yasamal rayonu Mətbuat prospektində mənzil, Nərimanov rayonu Ağa Nemətullah küçəsində mənzil. İlqar Hacıyevin daha əvvəl 2 əmlak üzərinə qoyulmuş həbs qərarı ləğv edilib. Bunlar Mərdəkan qəsəbəsində torpaq sahəsi və üzərində yerləşən 776,7 kvadrat metr qeyri-yaşayış binası və eyni ünvanda digər torpaq sahəsidir. Qeyd edək ki, İlqar Hacıyev külli miqdarda dələduzluqda və cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılmasında təqsirli bilinib. O dəfələrlə baş prokurorluğa çağırılsa da istintaqa getməyib. Ölkədən qaçıb gizləndiyi üçün ona qiyabi hökm oxunub. Bakının Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğında 3 nəfərin ölümü ilə əlaqədar saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilən Loft Dent Klinikasının direktoru Bəhruz Paşayev barəsində seçilmiş həbs qəti imkan tədbirinin müddəti uzadılıb. Bəhruz Paşayev barəsində qəti imkan tədbirinin uzadılması ilə bağlı təqdimata Binəqədi rayon məhkəməsində baxılıb. Onun barəsində həbs qəti imkan tədbirinin müddəti 3 ay uzadılıb. Hazırki vaxtadək keçirilmiş tədbirlərlə müəyyən edilib ki, binanın zirzəmisində başlanmış yanğın nəticəsində 3 sakin Arzu Qəmbərli, Samir Məhəmmədov və Könül Hümbətova vəfat edib. 25 nəfər tüstüdən zəhərlənib. Habelə müxtəlif şəxslərə məxsus əmlaka ziyan dəyib. Həmçinin istintaqla hadisənin baş verdiyi binanın zirzəmi qatı və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini icarəyə götürmüş TX Qrup MMC-nin qanuni təmsilçisi direktoru Bəhruz Paşayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi bu qaydaları pozub ehtiyatsızlıqdan 3 şəxsin ölümünə, habelə digər ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib. Noyabrın 23-də Bəhruz Paşayev şübhəli şəxs qismində saxlanılıb. Noyabrın 24-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin yanğın təhlükəsizliyi qaydalarını pozma, ehtiyatsızlıqdan 2 və ya daha çox şəxsin ölümünə səbəb olduqda maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Paşayevin barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir və baş vermiş hadisədə təqsirli olan bütün şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq, əməliyyat axtarış tədbirləri davam etdirilir. Bərdədə yük və minik maşını toqquşub, sürücü ölüb. Hadisə gecə saatlarında Gərənə kənd ərazisində baş verib. Rayon sakini 21 yaşlı Rəhimov Yadigar idarə etdiyi Vaz-2106 markalı avtomobillə hərəkətdə olarkən Kamaz markalı yük avtomobili ilə toqquşub. Nəticədə Vaz-2106-nın sürücüsü Yadigar Rəhimov hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Xarici xəbərlərlə davam edirik. İsrail ordusu planlaşdırılan avia zərbələrlə bağlı Təbriz sakinlərinə təcili xəbərdarlıq edib. Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. İsrail Müdafiə Qüvvələri mülki şəxsləri dərhal vurulacaq ərazini
tərk etməyə çağırıb. İsrail Müdafiə Qüvvələri aviazərbələrin endiriləcəyi ərazinin xəritəsini də paylaşıb. Yaxın saatlarda İsrail Müdafiə Qüvvələri son günlərdə Tehranda etdiyi kimi İran rejiminin hərbi infrastrukturuna zərbə endirmək üçün əməliyyat keçirəcək. Təhlükəsizliyiniz və rifahınız naminə xəritədə göstərilən təyin olunmuş ərazini dərhal tərk etməyinizi xahiş edirik. Bu ərazidə olmağınız həyatınızı təhlükəyə atır deyə məlumatda qeyd olunub. ABŞ-nin İrana qarşı həyata keçirdiyi epik qəzəb əməliyyatının başlamasından bəri Yaxın Şərqdə azı 13 Amerikalı hərbiçi həlak olub. Daha 200 nəfər yaralanıb. Bu barədə The Wall Street Journal qəzeti mənbəyə istinadən məlumat yayıb. Məlumata görə yaralanan hərbiçilərdən 170 nəfəri artıq yenidən xidmətə qayıdıb. ABŞ prezidenti Donald Trump bildirib ki, Vaşinqtonun Yaxın Şərqdə İran dronlarının zərərsizləşdirilməsi üçün Ukraynanın köməyinə ehtiyacı yoxdur. O, bu barədə Fox News radiosunda yayımlanan The Brian Kilmeade Show proqramında danışıb. Söhbət zamanı Trump qeyd edib ki, Rusiya İrana müəyyən dəstək göstərə bilər. Lakin ABŞ-də Rusiya Ukrayna müharibəsində Ukraynaya kömək edir və bunun müqabilində vəsait alır. Aparıcı Ukraynanın ABŞ-yə dronlardan müdafiə məsələsində kömək edib etmədiyini soruşduqda Trump xeyr cavabını verib. Bizim dronlardan müdafiə üçün köməyə ehtiyacımız yoxdur. Dronlar barədə hamıdan çox məlumatımız var. Əslində dünyanın ən yaxşı dronları bizdədir deyə ABŞ prezidenti vurğulayıb. ABŞ Dövlət Departamenti cümə günü Müçtəba Xamneyi haqqında məlumat verən hər kəsə 10 milyon dollar mükafat təklif etməsi ilə bağlı açıqlama yayıb. Bu barədə ABŞ Dövlət Departamentinin Rewards for Justice bölməsi sosial media hesabında məlumat paylaşıb. Bizə məlumat verin. Verdiyiniz məlumatlar mükafat qazanmağınıza və köçmək imkanından yararlanmağınıza kömək edə bilər deyə paylaşımda qeyd edilib. Paylaşımda Müçtəba Xamneyi ilə yanaşı İranın bir sıra yüksək vəzifəli şəxslərinin də adları yer alıb. Bunlar arasında ali liderin ofisinin keçmiş rəhbərinin müavini Əli Əsgər Hicazi, general-mayor Yəhya Rəhim Səfəvi, Əli Larijani, İranın Daxili İşlər naziri İskəndər Mumini və Kəşfiyyat naziri İsmail Xətib də var. Bundan əlavə şəxsiyyətləri açıqlanmayan, lakin İran Müdafiə Şurasının katibi Əli Laricaninin müşaviri, ali liderin hərbi ofisinin rəhbəri və İran İnqilab Keşişçiləri Korpusunun komandiri kimi vəzifələr də siyahıda yer alıb. Tehranda ABŞ və İsrailin endirdiyi hava zərbələri nəticəsində İranın İslam İnqilabı Keşişçiləri Korpusunun ən böyük qərargah binalarından biri ciddi zərər görüb. Demək olar ki, tamamilə dağıdılıb. Bu barədə Al-Hadak telekanalı məlumat yayıb. Məlumata görə Tehranda yerləşən Sepahın ən böyük qərargahı ABŞ və İsrailin həyata keçirdiyi hava hücumu nəticəsində məhv edilib. ABŞ İranın nüvə imkanlarını zərərsizləşdirmək üçün geniş tədbirlər spektrını nəzərdən keçirir və Tehranın bu proqramlardan könüllü şəkildə imtina etməsi ehtimalını da istisna etmir. Bunu ABŞ-nin müdafiə naziri Pete Hegseth bildirib. Prezident İranın nüvə imkanlarına fokuslanıb. İranın könüllü şəkildə bu proqramlardan imtinası variantı da daxil olmaqla müxtəlif variantlarımız var. İran könüllü şəkildə imtina etsə bunu alqışlayarıq. Amma danışıqlar zamanı buna hazır deyildilər. Dünyaya dəqiq olaraq nə etməyə hazır olduğumuzu və nə qədər irəli gedə biləcəyimizi deməyəcəyəm. Amma şübhəsiz ki, bizim müxtəlif seçimlərimiz var. Pete Hegseth, jurnalistin ABŞ-nin İranın zənginləşdirilmiş uran ehtiyatını ələ keçirməyə hazır olub olmaması ilə bağlı sualını cavablandırarkən deyib. ABŞ-nin müharibə naziri Pete Hegseth İranın raket buraxılışlarının 90%, dron buraxılışlarının isə 95% azaldığını açıqlayıb. O, bu barədə brifinqdə deyib. Nazir Hörmüz boğazının İran tərəfindən bağlanmasına toxunalar
əminlik ifadə edib. Vəziyyəti idarə edirik. Narahat olmayın. Hörmüz boğazının başlanmasına imkan verməyəcəyik. PKX tezliklə İranın bütün hərbi sənayesinin məhv ediləcəyi ilə hədələyib. Pentagon rəhbəri əlavə edib ki, ABŞ və İsrail İranın bütün ballistik raket istehsalı müəssisələrini məhv edib və Tehran yalnız əlində olanlardan istifadə edir. İranın bütün ballistik raket istehsalı imkanları məhv edilib. Bu raketlər üçün istənilən komponent istehsal edən hər bir müəssisə, binalar, komplekslər və zavodlar xəttləri məhv edilib. Onların ehtiyatdakı raketlərini də məhv edərik. ABŞ prezidenti Donald Trump telefon danışığı zamanı Böyük Britaniya Baş naziri Keir Starmerə Vaşinqtonun artıq yaxın şərqdəki əməliyyatlar üçün Britaniya bazalarına ehtiyacının olmadığını bildirib. Bu barədə Axios mənbələrə istinadən məlumat yayıb. Adı çəkilməyən mənbə Ağ Ev rəhbərinin sözlərindən sitat gətirib. Bunu müharibədən əvvəl təklif etməliydiniz. İndi çox gecdir. Söhbət martın 11-də baş tutub. ABŞ prezidenti və Böyük Britaniya Baş naziri ilə yanaşı böyük 7 dölər ölkələrinin digər liderləri də iştirak ediblər. Donald Trump bundan əvvəl də Keir Starmerin mövqeyini kəskin tənqid edərək onu London və Vaşinqton arasındakı xüsusi münasibətləri pozmaqda günahlandırmışdı. Həmçinin o, Britaniya Baş nazirinə qarşı böyük məyusluq ifadə edərək onun transatlantik əlaqələrə yanaşmasında ikinci Winston Churchill olmadığını söyləmişdi. The Daily Telegraph'ın yazdığına görə bu cür açıqlamalar iki ölkə arasındakı münasibətlərin kəskin şəkildə pisləşdiyini göstərə bilər. Ağ Ev rəhbəri Starmeri məğlub adlandırmışdı. Trumpın narazılığı Londonun İrana qarşı hərbi əməliyyat üçün Britaniya hərbi bazalarından istifadəyə icazə vermək məsələsində əvvəlcə tərəddüd etməsindən irəli gəlir. Starmer sonda Britaniyanın hava bazarlarından istifadəyə icazə versə də, Londonun ABŞ və İsrailin İrana qarşı hücumlarında iştirak etməyəcəyini açıqlamışdı. ABŞ-nin vitse-prezidenti James David Vance başlamamışdan əvvəl İranda hərbi əməliyyata qarşı çıxıb. Bu barədə Politico mənbələrə istinadən məlumat yayıb. Vitse-prezident əməliyyatdan əvvəl ABŞ prezidenti Donald Trumpın siyasətini açıq şəkildə dəstəkləməsinə baxmayaraq, belə bir addıma qarşı olduğunu açıq şəkildə bildirib. Politico'nun mənbələri Vance'in bu məsələyə şübhə ilə yanaşdığını və uğurlu olmayacağı ehtimalından narahat olduğu üçün buna qarşı çıxdığını deyiblər. Vance'in rolu bütün baxış nöqtələrini prezident və administrasiyaya təqdim etmək, vəziyyəti müxtəlif bucaqlardan göstərməkdir. O məhz bunu edir, amma qərar qəti olduqda razılaşır deyə mənbə əlavə edib. ABŞ gələn həftə İrana zərbələri davam etdirməyi planlaşdırır. Bu barədə ABŞ prezidenti Donald Trump Fox News-a verdiyi müsahibədə bildirib. Gələn həftə onları çox sərt şəkildə vurmağa davam edəcək deyə o vurğulayıb. Hamas İran qonşu ölkələri hədəf almaqdan çəkinməyə çağırıb. Bununla bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, İran regionda qonşu dövlətləri hədəfə almaqdan çəkinməlidir. Hamas eyni zamanda İranın İsrail və ABŞ-yə qarşı bütün mövcud vasitələrdən istifadə edərək beynəlxalq norma və qanunlara uyğun şəkildə özünü müdafiə etmək hüququna malik olduğunu vurğulayıb. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İran İslam İnqilabı Keşişçiləri Korpusunun USS Abraham Lincoln aviadaşıyıcısını sıradan çıxarması barədə yaydığı məlumatları rəsmən təqzib edib. CENTCOM bu cür iddiaların tamamilə yalan və dezinformasiya olduğunu bildirərək İran tərəfinin mütəmadi olaraq eyni saxta bəyanatları təkrar etdiyini vurğulayıb. Mərkəzi komandanlıq bəyan edib ki, Sepahın bəyanatları nəinki reallıq əks etdirmir, hətta onların öz daxili ziddiyyətli xəbərləri ilə üst-üstə düşmür. ABŞ tərəfin açıqlamasına görə Abraham Lincoln aviadaşıyıcı qrupu hazırda dənizdən fəaliyyət göstərərək İranın hava məkanında üstünlüyünü qoruyur və epik qəzəb əməliyyatı çərçivəsində döyüş tapşırıqlarını fasiləsiz yerinə yetirməyə
davam edir. Pentaqon rəsmiləri əlavə ediblər ki, gəminin güya vurulması və ya regionu tərk etməsi barədə Tehranın yaydığı kadrlar köhnə görüntülərdir və ABŞ hərbi dəniz qüvvələrinin regiondakı gücünü sarsıtmağa hesablanmış uğursuz bir cəhddir. Hazırda aviadaşıyıcı qrupu dənizdən İrandakı hədəflərə qarşı zərbə endirmək üçün aktiv şəkildə istifadə olunur. İraqın paytaxtı Bağdad şəhərində bir neçə partlayış baş verib. Partlayışlar hava zərbələrinin nəticəsi olmayıb. Əl-Hədəd TV-nin məlumatına görə partlayışlar Hizbullahın yerli qanadının rəhbərliyi olan binalarda baş verib. Telekanal bildirir ki, İraqda fəaliyyət göstərən Kətayib Hizbullahın baş katibi Əbu Hüseyn Əl-Həmdavi sui-qəsd cəhdindən sağ çıxıb. Mənbələrin verdiyi məlumata görə Əl-Həmdaviyə qarşı sui-qəsd cəhdi Bağdadın şərqindəki bir məhəllədə baş verib. Sui-qəsdi kimin təşkil etdiyi və ya itkilərin olub-olmadığı hələlik bilinmir. Kətayib Hizbullah da bu məlumatlara münasibət bildirməkdən imtina edib. Partlayış zamanı Hizbullahın digər qanadı olan Əl-Həşd Əş-Şarabi liderlərindən birinin öldürüldüyü bildirilib. İraq Təhlükəsizlik rəsmilərinin verdikləri məlumata görə hücum Bağdadın Əl-Ərəsət məhəlləsindəki bir binanı hədəf alıb. Demək olar ki, eyni vaxtda ən azı 2 partlayışın baş verdiyi bildirilir. Əl-Hadadın məlumatına görə Əl-Həşd Əş-Şabi komandirindən əlavə hücumda bir neçə nəfər ölüb və xəsarət alıb. Əl-Cəzirə telekanalının məlumatına görə bombalanan binada 40-cı Əl-Həşd Əş-Şabi briqadasının qərargahı yerləşirdi. İranın Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan aviabazasına endirdiyi raket zərbələri nəticəsində ABŞ hərbi hava qüvvələrinə məxsus 5 yanacaq dolduran təyyarə zədələnib. The Wall Street Journal-un ABŞ-nin rəsmilərinə istinadən yaydığı məlumata görə təyyarələr yerdə olarkən zərbəyə məruz qalıb, lakin tam məhv edilməyib və hazırda təmir olunurlar. Bu insidentlə birlikdə son günlər ərzində İranın hücumları nəticəsində sıradan çıxan ABŞ tanker təyyarələrinin sayı minimum 7-yə çatıb. Qəzet həmçinin İrana qarşı aparılan epik qəzəb əməliyyatının başladığı gündən bəri ABŞ ordusunun verdiyi itkilərin statistikasını da yeniləyib. Məlumata görə döyüş əməliyyatları zamanı 13 Amerikalı hərbiçi həlak olub, onu ağır olmaqla ümumilikdə 200-ə yaxın hərbiçi yaralanıb. Yaralıların təxminən 170 mindən artıq sağılaraq xidmətə qayıtdığı bildirilir. İranın bu hücumu Səudiyyə Ərəbistanının bir neçə ballistik raketi zərərsizləşdirməsinə baxmayaraq, bəzi mərmilərin hava hücumundan müdafiə sistemlərini keçərək bazanın logistik infrastrukturuna zərər vurduğunu göstərir. Rusiyadan xəbərdarlıq. Dnisteryanı və Qaqauziya Moldovanın MDB-dən çıxmasına və Rumuniyaya birləşməsinə qarşı sakit dayanmayacaqlar. Moldova hökumətinin Müstəqil Dövlətlər Birliyinin 2 sazişinin hüquqi qüvvəsinin dayandırılması ilə bağlı qərarı ətrafında müzakirələr qızışıb. Söhbət MDB-nin yaradılması haqqında sazişdən və ona əlavə edilmiş protokolun qüvvədən düşməsinin elanından gedir. Hər iki sənəd 1991-ci ilin dekabrında SSR-nin dağılması ərəfəsində imzalanmışdı. İndi qanun layihəsi parlamentə təqdim olunacaq. Parlament səsverməsi bu ay keçiriləcək. Daha sonra qərar Moldova prezidenti tərəfindən təsdiqlənəcək. Bundan sonra Moldova Xarici İşlər Nazirliyi MDB rəhbərliyinə rəsmi geri çəkilmə notası verəcək. Şimali Koreya martın 14-də dənizə doğru ballistik raket atıb. Bu barədə Yaponiya və Cənubi Koreya məlumat yayıb. Bildirilir ki, raketin ABŞ və Cənubi Koreyanın keçirdiyi birgə hərbi təlimlər zamanı atılması diqqət çəkir. Cənubi Koreya ordusu raketin Şimali Koreyanın şərq sahillərindən dənizə doğru atıldığını açıqlayıb.
İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Larijani ABŞ-nin müharibə naziri Pete Hexetin İranın ali rəhbəri Müçtəba Xamneyi barədə səsləndirdiyi fikirlərə münasibət bildirib. O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Cənab Hexet, liderlərimiz bütün bu illər ərzində xalqın arasında olub və olmaqdadır. Sizin liderləriniz isə Epstein adasındadır, deyə Larijani bildirib. Hexet daha əvvəl X hesabında yazıb ki, İranın rəhbərliyi yaxşı vəziyyətdə deyil, ümidsiz və yer altında gizlənmiş haldadır. Rusiya nəşri yazır ki, əgər Amerikalılar yaxın şərqdə məğlub olub bölgədən geri çəkilsələr, TRIP layihəsinin həyata keçirilməsində də maraqlı olmayacaq. Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, Tramp marşrutu layihəsinin həyata keçirilməsi İranda baş verən hadisələr səbəbindən gecikə bilər. O keçirdiyi son brifinqdə bildirib ki, hazırda TRIP ABŞ administrasiyasının prioritetləri sırasında deyil. Bu barədə Moskovski Komsomolets nəşri yazır. Ermənistanın Sünik vilayəti ərazisindən keçəcək və Azərbaycanı Naxçıvanla birləşdirəcək 42 kilometrlik nəqliyyat dəhlizi barədə razılaşma 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli görüşünün yekununda əldə olunmuşdu. Bu razılaşma ABŞ-nin vitse-prezidenti J.D. Vance'in Bakı və İrəvana son səfəri zamanı təsdiqlənib. Tərəflər artıq layihənin praktiki həyata keçirilməsinə başlayıb və tikintinin bu il başlanması planlaşdırılmışdı. Lakin müharibə bütün planları dəyişə bilər deyə məqalədə bildirilib. Həmçinin qeyd olunub ki, Ermənistan faktiki olaraq öz suveren ərazisinin bir hissəsini 99 illik müddətə ABŞ-yə icarəyə verib. Tramp marşrutunu Trip Development şirkəti idarə edəcək və onun 74% ABŞ-yə məxsus olacaq. 49 ildən sonra müqavilə daha 50 ildə uzadılacaq. Ermənistanın payı 49%-ə çatacaq. Lakin nəzakət paketi yenə də Amerikalılarda qalacaq. TRIP layihəsi Rusiyanı və İranı kənardan keçməklə Avropanı, Çin və Mərkəzi Asiya ilə birləşdirən alternativ nəqliyyat dəhlizi olacaq. ABŞ isə bunun sayəsində İran sərhəddinə birbaşa çıxış əldə edəcək. Beləliklə, Rusiya ətrafında qeyri-dost dövlətlərdən ibarət halqa daha da möhkəmlənəcək. Bəs İranda baş verən müharibə bu planları puça çıxara bilərmi? Sual barədə nəşrə politoloq Andranik Migranyan danışıb. Onun fikrincə, hər şey İrana qarşı aparılan müharibə və Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticəsindən asılı olacaq. Ekspert hesab edir ki, əgər Amerikalılar yaxın şərqdə məğlub olub, bölgədən geri çəkilsələr, onda onlar TRIP layihəsinin həyata keçirilməsində əvvəlki qədər maraqlı olmayacaqlar. Onun sözlərinə görə bəzi Amerikalı ermənilər Ermənistanın seçki kampaniyası çərçivəsində ictimaiyyəti inandırmağa çalışırlar ki, Vaşinqton razılaşmaları güya regionu ermənilər üçün daha təhlükəsiz və daha sabit edib. Lakin ekspert hesab edir ki, bu heç də reallığı əks etdirmir. Həmçinin layihədə payların 74%-nin Amerikalılara məxsus olması da bunu açıq şəkildə göstərir. Onun sözlərinə görə, əgər Ermənistanda parlament seçkilərində müxalifət qalib gəlsə, Paşinyanın imzaladığı bir çox razılaşma yenidən nəzərdən keçirilə bilər. Bundan başqa İran bu layihəyə çox mənfi yanaşır. Layihə regiondakı digər Amerika obyektləri kimi İran üçün potensial hərbi hədəfə çevrilə bilər. Belə ki, təhlükə mövcud olduğu halda layihəni həyata keçirmək də çox çətindir. İran artıq göstərib ki, yaxın şərqdə Amerikalıların tikdiyi obyektləri bombardman etməyə hazırdır. Buna görə də regionda müharibə başa çatmayana, yeni güc balansı formalaşmayana və Ermənistanda seçkilərin nəticələri məlum olmayana qədər TRIP layihəsinin gələcəyi qeyri-müəyyən olaraq qalır deyə məqalədə bildirilib.
ABŞ prezidenti Donald Trump Amerika Birləşmiş Ştatlarının silahlı qüvvələri tərəfindən İranın Xarq adasında yerləşən hərbi hədəflərinə ağır zərbələr endirildiyini bəyan edib. Bu barədə ABŞ lideri Truth Social platformasında qeyd edib. Mənim göstərişim əsasında ABŞ Mərkəzi Komandanlığı Yaxın Şərq regionu tarixindəki ən kütləvi bombardmanlardan birini icra edərək İranın əsas dəyəri sayılan Xarq adasındakı bütün hərbi obyektləri tamamilə darmadağın edib deyə Trump bildirib. ABŞ rəhbəri adada olan neft infrastrukturuna toxunmamaq qərarı aldığını xüsusi vurğulayıb. Prezident əlavə edib ki, əgər İran və ya digər tərəflər gəmilərin Hörmüz boğazından sərbəst, eləcə də təhlükəsiz hərəkətinə əngəl yaradacaq hər hansı bir davranışa yol verərsə, o bu qərarına dərhal yenidən baxacaq. Buna cavab olaraq İslam İnqilabı Keşişçiləri Korpusu Xarq adasındakı hava hücumundan müdafiə sistemlərini ABŞ tərəfindən bütövlükdə sıradan çıxarılması ilə bağlı yayılan xəbərləri yalanlayıb. Sepahın verdiyi məlumata əsasən, ABŞ-nin zərbələri nəticəsində adanın ərazisində 15-dən çox partlayış baş verib. Buna baxmayaraq, qurum neft infrastrukturuna aid heç bir təsisatın zərər görmədiyini bildirir. Məlumatda həmçinin qeyd edilib ki, hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti ABŞ-nin həyata keçirdiyi hücumdan təxminən 1 saat sonra bərpa olunub. ABŞ ordusunun təxminən 2500 dəniz piyadası Yaponiyadan yaxın şərqə göndərilir. La Times qəzetinə istinadən verilən xəbərə görə bu yerləşdirmə ABŞ-nin İranın əsas neft ixrac mərkəzi olan Xarq adasına quru qoşunları yeritməsi ehtimalı ilə bağlı mediada yayılan fərziyyələr fonunda baş verir. ABŞ prezidenti Donald Trump əvvəllər adanın hərbi prioritetlərinin siyahısının başında olmadığını, lakin fikrimi bir neçə saniyə ərzində dəyişə biləcəyini də söyləmişdi. Ermənistanın baş naziri Nikol Paşinyan və parlamentin spikeri Alen Simonyan bu dəfə də qeyri-rəsmi görüntülərlə müzakirə mövzusu olublar. Paşinyan və Simonyan yenə birlikdə avtobusla səfər edərkən görüntüləniblər. Maraqlı məqam isə Simonyanın cibindən çıxardığı xüsusi pirojna olub. O, həmin pirojnanı yeyərək zarafatla baş nazirə eyham vurub. Pirojna Paşinyanın sosial şəbəkələrdə tez-tez əlləri ilə göstərdiyi məşhur ürək işarəsi formasında hazırlanıb. Video görüntü qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilər hadisəni zarafat və istehza ilə şərh ediblər. Bəzi istifadəçilər isə iki boşanmış kişi yenə də avtobusda yemək yeyir kimi gülməli və ironik şərhlər yazaraq görüntüləri paylaşmağa başlayıblar. Bu mənim bu saata sizə çatdıracağım son xəbər idi. Siz isə TNS TV-də xəbər saatlarını izləməyi unutmayın. Bizi hər gün izləyin, xəbəri bizdən xəbər alın. Sağ olun, salamat qalın.